Son zamanlar uşaqlar arasında virus infeksiyalarına yoluxma halları artır. Reallıq TV Xəzər TV-yə istinadən məlumat verir ki, infeksionistlərin sözlərinə görə 5 yaşınadək uşaqlar arasında rotavirusun yayılması müşahidə olunur. Qeyd olunub ki, bu uşaqların yoluxduğu ən yayılmış mədə-bağırsaq infeksiyalarından biridir. Virusun təhlükəli olmasına səbəb isə bəzi hallarda ölümlə nəticələnə bilməsidir. Reallıq TV həmin sujeti təqdim edir. Son vaxtlar uşaqlar arasında müxtəlif virus infeksiyalarının, xüsusilə də rotavirus infeksiyasının artdığını müşahidə edə bilirik. Səbəb isə yay fəslində xüsusilə uşaqların daha sıx kontaktda olması və gigiyenaya diqqət edilməməsi ilə bağlıdır. Xüsusilə də rotavirus infeksiyası uşaqlarda şiddətli qarın ağrısı, ishal və qusma ilə özünü göstərən viral infeksiyon xəstəlikdir və burada uşaqlarda yüksək hərarətin olması, yanaşı ürək bulanma, qusmanın olması və qarın ağrısının olması həyat fəaliyyətinə mənfi təsir göstərməklə yanaşı həyati təhlükə yarada bilər. İnfeksionist Aytən Ziyadova əlavə edib ki, virus infeksiyasına yoluxan uşaqlar ev şəraitində də müalicə edilə bilərlər. Lakin Belə hallarda biz valideynlərə bildiririk ki, mütləq sürətdə ev şəraitində saxlamaqla uşağı yataq rejimində müalicə etməlisiniz. Əgər su qəbulunun azalması, susuzlaşma əlamətlərini müşahidə edirsinizsə, təcili həkimə müraciət edib xəstəxana şəraitində müalicəsini davam etdirməsinə dəstək olmalısınız. Su qəbulu çox vacibdir, çünki uşaq bu dönəmdə mineral itirir ki, və bu mineral itkisi onun həyati təhlükəsinə səbəb ola bilər. Yanaşı olaraq uşaqlarda kəskin qarın ağrıları müşahidə edilə bilər ki, bu da onlar üçün dözülməz bir hala çevrilə bilər. İnfeksionist əlavə edib ki, vaxtında vaksinasiya və gigiyenik qaydalara əməl edilməsi uşaqları xəstəlikdən qorumağın ən təsirli yollarındandır. Kənan Qafar, Xəzər xəbər.